Və aleykümselam rəhmətullahi və bərəkət. Soruşursan ki, bizdə belə bir söz var adətən, başına dönüm. Bu söz tavafa aiddirmi? Yəni burada başına dönüm, burada məcazi mənada deyilir ki, yəni bir insan öz sevgisini birinə göstərir və onu ifadə eləmək istəyir. Yəni eee, ona görə o sözü deyir, sənin başına dönüm. Yəni o öz sevgisini ifadə edir bu sözlə yəni. Yaxşı olar ki, yəni bu tərk olunsun və açıq sözlərlə deyilsin insana. O bir insanın bir insana can yandırması kimi belə deyək. Onu sözlə desin ki, yəni mən sənə çox-çox hərisəm, sənə çox maraqlısan, sən istəyirəm yaxşı olasan da həris olur o insan. Onu yaxşı açıq ifadələrlə deməsi daha yaxşı olar. Amma baxmayaraq ki, burdakı başına dönüm o Kəbəni tavaf eləmək ibadət dönməyindən deyil yəni. Hə. Əgər ibadət dönməyindən olarsa, ona ibadət edərək onu eləyərsə də əlbəttə şirk olar bu. Bəli, yəni Allah bilir.